Allah'tan qorxmağı tövsiyə edirəm. Qorxun Allah'tan və çəkinin ondan gizlində də, aşkarda da. Bilin ki, nəzarətindəsiz. Bilin ki, qəlblər yalnız aləmlərin Rəbbi olan Allah'ın qorxusuyla yumuşalır. Və sonra bilirsinizmi, niyə səhabələrin qəlbi Peyğəmbərə qarşı sevgi ilə dolub daşırdı? Niyə çox sevirdilər onu? Nə idi səbəb? Onun az kəlmələri onların qəlblərinə təsir edirdi. Ağladırdı qəlblərini. Nəfslərini hərəkətə gətirirdi. Ruhlarını titrədirdi. Dəyişirdi kişiləri. Bəli, dəyişirdi sözün əsl mənasında. Bilmək istəyirsənsə necə oxu Cəfər ibn Əbi Talib necə Nəcaşiyə danışır o dəyişikliyi. Necə idilər? Cahiliyyə dövründə, ədalətsiz bir toplumda, güclünün zəifə əzdiyi bir cəmiyyətdə, haqların verilmədiyi, məhrum edildiyi bir toplumda necə dəyişdi Peyğəmbər sallallahu aleyhi və səlləm onları? Heç də səsi yüksək olmuyor. Çığıran, bağıran biri olmuyor. Uzun uzadı muizə edən olmuyor, xatırlama edən olmuyor. Lakin kəlmələr hansız çıxıb iman və rəhmət dolu qəlbdən saf, pak qəlblərə təsir edib rəhimli idi. Deyirdi ki, bəşşiru və lə tuəssiru və bəşşiru və lə tunəffiru, müjdəliyin. Yəssiru və lə tuəssiru, asanlaşdırın, çətinləşdirməyin. Və bəşşiru və lə tunəffiru, müjdəliyin, nifrət etdirməyin, qaçırmayın. Rəhməti üzdə idi. Necə ki, ibadətində, insanlarla müamələsində rəhimli idi, rəhməti görsənirdi, eləcə də dəvətində də görsənirdi. Heç də çox danışaraq deyildi. Çox söz sahibi olmayıb, əksinə az söz deyib, mənaları geniş olub.